Salam yoldaşlar, mən Buğday Salatlı. Bugün sizlərlə son 12 ayda hər hansısa bir məhsulun satış təmininin tapılması və yaxud da bu tipli fərqli sualların həlli haqqında danışacağıq. İlk olaraq cədvəlimizlə tanış olaq. Bizim məhsul cədvəlimiz var. Bu məhsullarımız Apple, Samsung, Xiaomi, Huawei və Nokia-dır. Və həmin məhsulların son 12 ay üzrə satış tarixləri yazılmışdır. Hər ay üçün bir tarix qeyd olunmuşdur və həmin tarixlər üçün ümumi satış miqdarları yazılmışdır. Və bizdən tələb olunan nədir? Son 12 ayda hər bir məhsul üzrə toplam satış miqdarı bizdən istənilir. Bu zaman biz nə edəcəyik, nədən istifadə edəcəyik? Biz sort by filter funksiyalarının köməyindən istifadə edərək həmin son 12 ayda satılan məhsulların cəmini tapıb çıxaracağıq. Biz başlayaq funksiyamızı yazmağa. İlk olaraq biz sort by funksiyasından istifadə edəcəyik və sort by funksiyasının içərisində biz ərliyimizi daxil etməliyik. Burada gördüyünüz kimi biz həmin ərliyimizi də filter funksiyası vasitəsilə tapacağıq. Və filter funksiyası vasitəsilə biz nəyi görmək istəyiriksə, həmin sütunu seçib, vergül qoyuruq və bizim məhsulumuz hansı sütundadır, A sütununda A sütunu seçib və bizə lazımdır A sütunun içərisində Apple'ın qiyməti, satış miqdarları və mötərizəmizi bağlayıb və sort by funksiyamızı yazmağa davam edirik. Birinci əriyə daxil etdikdən sonra biz ikinci əriyə yazmağa başlayırıq və yenə biz filter funksiyasının köməyindən istifadə edib, indi biz tarix üzrə filtr vermək istəyirik deyə biz tarix sütunumuzu seçib, yenə məhsul sütunumuzu seçib, həmin məhsul sütunumuzu bərabər edirik. Hansı ki bizim Y2 xanasında olan məlumatımızı istəyirik ki, getsin, filtr versin və mötərizəmizi bağlayırıq. Bizim sort by funksiyamızın içərisində məlumatımız azdan çoxa yoxsa çoxdan aza lazımdır. Bizim üçün ən çox son edilən satışlar lazım olduğu üçün biz descending deyib mötərizəmizi bağlayırıq. Və bizim üçün hal-hazırda bizim bu yuxarıda yazdığımız funksiya bu rəqəmləri çıxartmış oldu. Bu rəqəmlər nədir? Ümumiyyətlə Apple firmasının məhsullarının satış ardıcılığıdır ki, onlar bu ardıcılıqla satılmışdır, bu miqdarda satılmışdır. Və bizə son 12 ayın rəqəmi lazımdır deyə biz son 12 ayın rəqəmini indeks funksiyasının köməyi ilə tapacağıq. Və indeks funksiyasının içərisində də biz sətir sayımız son 12 ay olduğu üçün sequence 12 yazıb mötərizəmizi bağlayırıq. Həmçinin bizdə artıq bu məlumatlar tapılmış olduğu üçün, baxın, son 12 ay məlumatları bizim üçün burada ardıcıl formada göstərilmiş oldu. Mənə lazımdır bu rəqəmlərin cəmini tapım. Ona görə mən indeks funksiyasının qarşısına sum funksiyasını yazıb mötərizəmi bağlayacağam və nə olmuş oldu? Apple firmasının son 12 ayda satılmış satış miqdarının cəmini mənim üçün göstərmiş oldu və mən düsturumu aşağıya doğru sürüşdürdükdə mən digər firmalar üçün də son 12 ayda toplam satış miqdarının nəticələrini tapmış oldum. Ən çox satılan Huawei firmasının məhsullarıdır, sonra Samsung, sonra Apple firması, sonra Nokia və ən sonda